Salam əziz dostlar, ənənəvi olaraq sizinlə illik fəaliyyətimiz barədə məlumatı bölüşmək istəyirəm. 2025-ci ildə ASA Tədris Mərkəzi üçün uğurlu bir il kimi yadda qalmışdır. Belə ki, 20-yə yaxın təlim layihəsi həyata keçirilmişdir və bu təlimlərdə 200-ə yaxın iştirak etmişdir. Əvvəlki illərin müqayisədə bizim təlim portfelimiz daha da genişlənmişdir və bir sıra yeni və fərqli mövzularda təlimlər bizim portfelimizi daha da zənginləşdirmişdir. Şirkətimiz tərəfindən cəlb olunmuş yeni təlimçilərin iştirakı ilə yumşaq bacarıqlar üzrə təlimlər, prudensial hesabatlıq üzrə təlim, əmək qanunvericiliyi, sığortaçılar üçün compliance təlimi, Excel üzrə təlimlər, müxtəlif idarə etmə təlimləri baş tutmuşdur. Bununla yanaşı, biz əməkdaşlıq çərçivəsində Türkiyə Sığorta İnstitutu vəsfi ilə əməkdaşlıq etmişik. Eyni zamanda bu il ilk dəfə olaraq sığortaçılar arasında nə harada, nə zaman intellektual oyunu və şahmat yarışı təşkil olunmuşdur. Eyni zamanda Biznes Universiteti və Turizm Universitetlərinin 150-dən çox tələbəsi üçün maarifləndirici sığorta təlimləri həyata keçirilmişdir. Bu il ərzində bank sığortaçılığının cari vəziyyətinin qiymətləndirilməsi mövzusunda da tədqiqat layihəsi uğurla tamamlanmışdır və təbii ki, bu tədqiqatın nəticələri sığorta cəmiyyətinə çatdırılmışdır. Əlbət ki, bizim növbəti ildə planlarımız daha zəngindir və əlbət bu əməkdaşlığı genişləndirilməsi üçün biz sizin hər birinizdən yeni sifarişlər gözləyirik, yeni təkliflər gözləyirik. Biz bütün təkliflərə, bütün sifarişlərə həmişə açığıq və sizinlə birgə əməkdaşlıq etməkdən məmnunuq. Hər birinizə uğurlar arzulayıram. Bizim xidmətlərdən faydalandığınız üçün bir daha dərin təşəkkürümü bildirirəm.